Hər vaxtınız xeyirli olsun. Mən məntiq müəllimi Elbrus Həşimov. 2025-ci ildə qəbula düşmüş belə bir sudoku sualın izahını vermiş olacağım. Çoxlarınız bu sualın həllini, yəni izahı ilə tanışsınız. Maraqlı məntiq suallarının izahını izləmək üçün səhifəmizi izləyə bilərsiniz. Keçək sualın izahına. Deməli, diqqətlə baxsaq, çox adam məsələn sütun üzrə baxmır. 4 xana boş olsa da sütun üzrə baxmır nəyəsə. Ümumiyyətlə, sudokuda sürətli formada həll üçün həm sətir, həm sütun, həm də bloklar üzrə baxmaq lazımdır. Məsələn, bu blokda nə çatışmır? Məsələn, 3-ə baxsaq, qoyula bilməz bu sətirlərə. Burada 3 qoyulmaz, sütun üzrə təkrar. Ona görə 3-ü qoyuram bura. Eyni zamanda bu sütuna baxın elə. 3-ü biz tapa bilərik də. 3 bura qoyulmaz, çünki blokda da 3 var. 3 bura qoyulmaz, sətirdə 3 var. Məsələn, bura 3 qoyulmaz, sətirdə 3 var. 4-ün yanı 3 olmalıdır təbii ki. Sonra məsələn biz bu bloka baxsaq, bu bloka 2-ni bura qoymarıq, bura qoymarıq, burada qoymarıq. 2 qoyulmalıdır 3-ün yanına təbii ki. Sonra diqqətlə baxsaq sürətli formada bu sütuna. Sütunda 1 çatışmır məsələn. 1 bura qoyulmaz, 1 bura qoyular. 5 qoyulacaq təbii ki bura. Və diqqətlə baxsaq, bu blokda 1 məsələn yoxdur. 1-i biz bura qoymarıq, bura qoymarıq. 1-i məcburuq biz bura qoymağa. Sonra diqqətlə baxsaq, bu blokda 3 çatışmır. 3-ü bura qoymaram ki, çünki sütun üzrə təkrarlama olacaq. 3-ü qoyacam bura təbii ki. Və nəhayət blok doldu. Burada düşəcək 4. Sətrimizdə 2 çatışmır. 2 düşdü təbii ki bura. Bundan sonra nəyə baxa bilərik? Diqqətlə baxsaq, məsələn, biz burada məsələn nəyə baxa bilərik? Məsələn, biz sətirə baxa bilərik. Məsələn, bu sətrə baxa bilərik və yaxud sütuna baxa bilərik. Bu sütuna, daha doğrusu bu sütuna yox. Məsələn, bu sütuna baxa bilərik. Məsələn, ümumi olaraq. Və yaxud buradakı sütuna baxa bilərik. Böyle buradakı sütuna baxsaq, 4 burada yazılmaz. Çünki burada 4 var. Deməli, 4-ü bura qoyacam. 5-i qoyacam təbii ki bu hissəyə. Ondan sonra diqqətlə baxsaq, biz burada bu sətrə baxa bilərik. Sətr üzrə bura 2 qoyulmaz, çünki yuxarıda 2 var. Görürsünüz, həm sətr, həm sütun, həm blok üzrə nə çatışmır? Bu hissələrə sürətli baxmalısınız. Deməli, sən 2-ni bura qoymazsan, 2-ni qoyarsan bu hissəyə. Və diqqətlə baxsaq, 1 düşəcək avtomatik olaraq bu hissəyə. Bu arada bizdə deməli, bu blok hazırdır. 4-ü bura qoymaram, yuxarıda 4 var. Ona görə 4-ü bu blokda bura qoyacam. A-ya düşəcək 5 təbii ki. A-ya düşdü 5. Və diqqətlə baxsaq biz B-nin də qiymətini sürətli formada tapa bilərik. Çünki bura 4 düşə bilməz. Sətr üzrə təkrarlanır. Deməli 4-ü sən yuxarı qoya bilərsən.